Salam dostlar, salam canlarım. Bugün sizlerle bir yerde Clash Royale yeni serisine başlayırıq və Clash Royale çəkəcəyik. Bəli, Clash Royale. Mən öncədən Clash Royale oynardım, o vaxtları 2000 qoydum. Və bu da mənim yan hesabımdır, Silib təzədən yükləmişdim. Hadi gəlin başlayaq. Uşaqlar, maçımıza başladı. İndi rəqibi gözləyəcəyik, nə hansı kartı atacağını. Həmişə siz bu taktiği istifadə etməyi yaddan çıxartmayın. Oxçu atdı. Oxçular ən yaxşı anti-silahşördür. Əgər iksirini çoxsa silahşörü tavsiyə edirəm. İndi biz nə qarmalıyıq? İndi bizim eləyəcəyimiz şey buna çox pis anti olmaq. Bütün iksirlərimizin hamısını xərclədik, çünki buradan saldırmasın deyə. Bunu ala bilərik. Uşaqlar, gəldik də bizim indi maçı kaybetmə durumumuz da var. Amma kaybetməyəcəyik. Mən Clash Royale 2024-də bəli səhv etmədim. 2024-də mən Clash Royale başlamışdım. Tabii Sabah geri dönəmədim, çünki Gmailim bir məqsəd bağlandı ona görə. Ona çox pis anti olacaq. Bəli. Bu arada bu serinin davamının gəlməsini istəyən varsa, mən danışamıram. Varsa bu videoya sadəcə 2 like istəyirəm. Bəli, sadəcə 2 like. Bizə Pekka yeni Pekka. Bu arada uşaqlar, Pekka kullanmağı heç xoşlamam, çünki bayağı israf edir. Bəli, düzdür, o mana bəlkə çox güclüdür, amma yəni əgər qarşı takımda yeni Pekka anti olan, havada gedən və yaxud da spamlatıcı karakterlər, məsəl üçün büyücü dediyimiz şey gecə cadısı. Məsəl üçün havada gedənin ən çox anti olanlardır. Durun. İndi eləyəcəyimiz taktik Osmanlı taktiğidir. Ondan ən pisləri qoyuruq. Niyə? Çünki ondan ən pisləri həmişə qoyanda onlar öləndə ən yaxşısı da arxadan vurur və bu sayədə siz maçı asanlıqla qazanmış olursunuz. Tabi bu səfər qabağa qoydum, çünki çox güclü rəqiblər dediyimdə çox güclü şey qoydum. Kartlar qoydum, bəli. İndi bunu qoyuruq və maçımız final. Nətərə? Maçımız bitmədi, okey. Və o bizim maça keçək. Uşaqlar, maçımıza başladıq. İndi nə edəcəyik? Rəqibi gözləyəcəyik. Ona kimi ana kulə qoyaq. Bəli, rəqibə çox pis anti oldu. Dediyim kimi iksir israf eləməyəcəyik. Ertuğrul taktiği ilə gedəcəyik və bunları yox eləyəcəyik. Ertuğrul... Bu nətər? Mən danışmam biraz qərbədir. Və sən də ölsən. Ortaya cana Goblin kulübəsi. Niyə? Çünki hər an şey basa bilər. Dev basa bilər. Dev bassa bu bizə artıq sıkıntıdır. Bizim eləyəcəyimiz şey şu an bunlara baskı eləməkdir. Başqa tür şey yoxdur. Bunlar buradakıları vurarkən Goblin kulübəsindən çıxanlar da onlar oradakıları vuracaq. Əlbəttə ki, israf eləməyəcəyik. Şövalyə basacağıq. Çünki şövalyə daha güclüdür və iksir israf eləmir. Və rəqib bu vaxtı gözlədi, amma səhv gözlədi. Çünki Allah rəhmət eləsin. Bana görə bu serdən neçə kupa qazacağıq və yaxud da 2000 kupalar gedəcəyik. Mən bu arada 2700 rekor olub da, bu arada yüksək kupalarda ən çox bu belə Goblin şeyi var, Goblin var. Ən çox onu atırlar, adam çox qıcıq eləyir.
və maç qazandı. Uşaqlar, maçımıza başladıq təzədən. Qarşımızda 191 kupalı bir eleman var. Bol şans dedim, mən də bol şans dedim. Zaten bunların səviyyələrini yüksəltdim. Ölmə ehtimalımız çox azdır. Goblin çox baskıcı oynayır. Baskıcı oynayırsa biz də baskıcı oynayarıq. Yəni bu rushlayır direkt kelimənin tam anlamıyla. Yəni mən bu arada dəstəm çox ucuz bir dəstədir və ucuzları da kullanmağı sizə tövsiyə eləyərəm. Çünki ucuzlar nə qədər istifadə eləsəniz o qədər də karlı olarsınız. Amma burada məcburiyyət qarşısındayım. Əlbəttə ki, ən çox levellar sizə lazım olan şeydir. Və ən pisi də dəstənizdə bir dənə nətər deyim belə kule Goblin kulesi kimi kartlar olmalıdır. Niyə? Çünki çox adamlar 2000, 3000, 4000, 5000 kupada hələ də dev istifadə edir. Ən çox topçu devlərdən. Çünki bunları yüksək kupalı oyuncular hər şeyin taklit edəni bilir. Və bu oyunda pay to win olan qısım da var. Mən oyuna pul vurmuram. Və pul vurmağa da qarşıyam. Çünki qəribə bir şeydir. Yəni pul vurub nə qaracaqsan? 7000, 8000 kupa olduqdan sonra heç nə etməyəcəksən. Sadəcə nə qaracaqsan? Boş-boş durarsan oyuna pul vurmuşam deyə. Çünki uşaqlar oyunda həm kartlarınızın səviyyəsini yüksəltməlisiniz, həm də oyunda hər material deyirəm. Hər karakterin xüsusiyyətlərini bilməlisiniz. Əgər bunları bilməsəniz, zaten random kart basın. Sonra kaybetsiniz. Çünki uşaqlar il 2026'da artıq. Yəni il 2026 oldusa, yəni indi pay to win deyirsən. Yəni hələ yeni bu mutasyonlar gəlmişkən, yəni mutasyon dediyim şey deyirəm. Adını siz deyin. Yadımdan çıxdı. Tapdım. Bu yeni evrimlər gəldi. Sonra kahramanlar gəldi. Bu oyunu batışa sürürlər. Niyə? Çünki uşaqlar çox pullu var. Yəni bunları hamısını toplamaq, yəni sizin bir ilinizi alır, yəni saçma şeylərdə olur, yəni dəli kimi. Sizə nətər deyim, belə görevlər olur və bu görevlər həqiqi dəlidir. Nətər deyilsə, məsəl üçün 650 dənə maç qazan. Sadəcə balıqçının bir dənə evrim parçası. Bu qədər. Yəni bu çox qəribədir. Və maçı bam dedik və qazandıq. Uşaqlar, o bizim maçımıza başladıq. İndi rəqibi gözləyəcəm həmsək kimi. Çünki ilk atan məncə ilk uduzan kimi bir şeydir. Və biz də bunu gözləyirik. Yəni kart atmayır. Çox baskı. Ultra mega bastı. Yəni bunun amacı kuleyi qırmaqdır. Bu arada mən çox dev işlətmirəm. Çünki dev işlətmək əksəriyyəti ilə pis şeydir. Uşaqlar, indi biz belə qoyduq da fikrini indirəmmadıq. Amma maçı ala bilərik. Götürdük. Çox asan. İndiki taktikamız çox asandır. Rəqibin obisi qalası qırıldı deyə uşaqlar nə etməmiz lazımdır? Obisi qalaya, yəni ana qalaya raşlamaq lazımdır. Və bu maçı da qazandıq. Uşaqlar, maçımıza qaldığımız yerdən davam edirik. İndi nə etəcəyik deyirsinizsə, rəqibə çox anti olmağa çalışacağıq. Yəni anti olmağa çalışacağım. Bu arada Pekka'yı yüksəltdim, mini Pekka'yı. Hadi antiliyimizə başlayaq. Bu arada ucuz şeylər atacağım. Deyəcəkdim də ucuz atma. Maalesef. Kamil də arxadan gəlirsə, kusura baxmayın, videonun anasını ağladı. Ya eləmə. Ya kusum. Yox. Şaka yapıyorum ben şaka. Nəysə uşaqlar, biz antiliyimizə davam edirik. Hamıya anti olacağıq. Buradan tapsın video kaydı. Ay Kamil. Yaxşı. Uşaqlar, indi
nə edəcəyik deyə soruşursa, həmişə kimi maçı qazanacağıq və bu arada istəyirsə Clash Royale Merge Tactics da elə bir şeydir mi bilmirəm. Onun taktik videolarını da çəkə bilərəm. Çünki çox izlənir və hamı da bəyənir, yəni taktik video, Merge Tactics mən danışamıram. Merge Tactics videosu çəkə bilərəm, yəni əgər istəsəniz, istəməsəniz çəkmirəm. Amma mən oynayıram. Çam demirəm. Genel şeydir. Evet, onun adı. Əgər razı olsalar bir dənə qəşəng kar parking videosu da gələr, yarış videosu və yaxud da Qarlı Dağı deyə bir şey var da, kar parkingdə oranı bulmaq deyirəm də, yəni. Amma niyə kəsdin? Uşaqlar gəldik, yəni Kamilin demək istədiyi car parking oynamaqdır. Sakın deməyin. Çünki xoşlamıram car parkingi. Amma niyə? O dəqiqə like-ları yapışdıracaqsınız, bilirəm. Sizi bilirəm. Əgər 5 like gəlsin bu videoya, 5 like gəlsə, həmin 5 like gələn günü, səhərsi günü, həm biz kar parkingi çəkib atırıq. Hayır, istəmirəm. Ya, uşaq gəldimi ölmüş kimi izləyirlər. Uşaqlar atmayın. Atın. Uşaqlar atsanız bu arada mən yanımdan bilsin niyə? Çünki car parkingdə sadəcə 07 var. Yəni köhnə hesabımda bir sürü şey var idi da Kamil yanına indirici. Ona bulmaq sadəcə video bayağı sıxıcı olacaq. Yəni atmayın. Və yaxud da gəl istəsəniz bazarda takas videoları zat və yaxud da maşın zat satmaq videoları əgər istəsəniz gələ bilər. Əgər istəməsəniz də ki, yarış videosu Mirağa ilə yarış videosu təbii ki, eyni səviyyədə ha. Məsəl üçün Mirağa gəl istəsə 07 ilə yarış videosu, o da 07 seçir, mən də 07 seçirəm. Və yaxud da hər hansı ayrı bir maşın olsun, mən də seçirəm, o da seçir. Yəni Ay çətçibdi qardaş. Danışma çox. Nə olar? yaxşı. 20 satır cümlə yazdı. Hadi like-lara abanın. Qoy gəlsin kar parking videosu mənim istəyimlə. Like-lara abanın. Uşaqlar abanmayın. Abanın. Abanın. Əgər bu kanalın açıq olmağını istəyirsinizsə, like-lara abanın. Basa bildiyiniz qədər. Hər atdığımız like kar parkingə bir addım irəli bir şey olsun. Yaxşı. Uşaqlar car parkingə atacağıq da atmalı. Biz ki video sıxıcı olacaq. Yəni çünki Kamil bir-iki dənə yarış elədikdən sonra yeyəcəyimiz tək şey ya taksi vaxtı eləmək ya da başqa bir şey. Həqiqətən Uşaqlar bildiyin, indi siz istəsəniz bu arada mən çəkərəm. Vallahi çəkərəm yəni. Car parking çəkərəm. Bəlkə Kamillə taksi vaxtı. Hətta belə bir challenge eləyə bilər. Əgər bir 3 like gəl. Hadi 3 like. Çünki inanmıram 5 like atmağınızı. İnanmıram, heç inanmıram. Hadi 3 like deyək ki, 3 like gəlsin car parking haqqı çəkəcəyik və taksi vaxtı eləyəcəyik. Eyni maşınla eyni səviyyədə. Məsəl üçün mənim motorum 5000 isə o da 5000 motor seçəcək. Niyə? Çünki eyni olmalıdır. yarışda o elə olur. Taksidə də eyni olacaq. Kim daha çox para qazansa o challenge qazanacaq. O adam yəni challenge qazanacaq. Yəni məncə istəyirsiniz çünki maraqlı olar. Kamilin maraqsız fikirləri. Əgər istəsə, çox like gəlsə, 10 like gəlsə, maşınlarımın içindən istədiyim birini seçib verəcəm Miraya. Uşaqlar bu 10 qəşəng like şey. gəlsə, 10 like gəlsə. Amma yəni 10 like gəlməz axı. yaxşı 5 olsun. 4. Ortasını bulaq 5 olsun. Ay Kamil 4. Biz Beş. 3 pro dölük. 3 proya 5000 k like gəlir. Ay Kamil bilən. Milyonlarla. Nə olar? 4. Yaxşı 4,5 olsun. Aha 4 tamam. 4-ə razılaşdıq. Uşaqlar sizdən like-lara abanın. Kamillər bir dəqiqə şey Bərkədən maşın alacağam. Yox, Bəhçədən yox, yalnız Sən mən seçib demədin mi verəcəm. 4 like? Kamil uşaqlar seçsə külüstürü seçəcək bilirəm. Çünki bütün car parking oynayanda Kamil elədim. Ay qəşəng külüstürü ayarlayıb və şey qaza basan kimi Android, iOS bütün proqram, bütün şey Android işlətim sistemi hər şeyi çökür. Polis 07 verirəm bir dənə. Ya polisin 17-dən maraqlanırsan. Polis 17 xəstələrinə Bu felsiz verirəm yadın 17. uşaqlar narahat olmayın bu arada. Əgər Kamildən maşın istəyənlər varsa Kamil də istəsə satar. Çünki Kamildə 70, 60, 30, 40 dənə maşın var. Və bunlar oyunun sonunda belə Bitcoinli bir dənə maşın var ya uşaqlar. O Bitcoinli maşın Kamildə var. O bir dənə veleti dolandırıb eləyir. Uşaqlar indi bütün ödüllərimizi toplayacağıq və karakterlərimizə yığacağıq. Birincisi olaraq bizim Pekka'ya əsasən yığmaq lazımdır.
Birincisi Pekka'ya verdik. Qaldı 4 dənə kart. Bu 4 dənə kartı da buna kullanacağıq. Yəni Goblin kulübəsinə. İndi bizim amacımız yüksəltmək olsun. Yüksəltmək hardaydı? Hə, burada. İndi bunları tıpış yüksəldəcək və yeni arenaya keçib bütün kutuları açaq. Baya bir şey gəlir. Hemen burada pulsuz ödüllerimiz var. Ay 3 tane versək daha qəşəng olardı, amma yararsız şeyler var. Boş-boşuna bura baxmaq lazım değil. Və burada yeni kartlarımız açılır. Uşaqlar sizə hansı açılsın? Məncə bu açılsın, çünki o birisi gücsüzdür və buna 50 gücləndirmə gəldi. Bunu dəstəmizdə istifadə edək. Bunu da biraz yüksəldik. Şamil de bum mahnısı oldu. Kayıt açdım. İndi bunu biraz yüksəldəcəyik. Bilmirəm neçə level'a qədər gedəcəyini. Və 5 level bombadır. İndi biz bunu istifadə edək nəyin üstündə? Məncə uşaqlar ən gərəksiz büyü olan bunu məncə qoyaq. İndi toplayacağımız ödüllər stardan olacaq. Tabii. Təzə açın. Aynen yüksəltdim Clash Royale. İndi açırlar. Uşaqlar Kamil eləcənə video istəyir. Çünki bu uşaqlar 7/24 YouTube kanallarına baxır deyə xoşlayır. Baya. Sən baxam, mən baxmam bu qədər. Aynen. Bir dənə axşam baxıram. Yaxşı bildik. Bildik. Nəysə. Ödüllərimizi toplayırıq. Bum videosunun gəlməyini təkrar. Və 100 what the Cübdən sən şeyin eləyim, şaşırman eləyim. Yo. İskeletə gəldi. İndi iskeletdən nə yığaq? Bu arada köhnədən belə bir şey var. Belə yüksəltmə sandıqları var. Yüksəltmə sandıqları vardı. Onlar hara getdi? Ondan yox. Hara getdi? Yəni maraqlı teoriya. Yəni bunlar niyə belə getdi deyə. Ayrıca burada nə var? Altın kutu. Okay bro. Yox, buna başlamayaq. Burada nə var? 1 yıldızlı sandıq. 3 yıldız. Okay. 1000, 2000. 1200 daha doğrusu. 1200. Bu paralıdır. Bizə paralı lazımdır. Çünki nerede beleş orada yerleş. Hadi yerlərdə bir bok yoktu. Bizim eləyəcəyimiz şeyimiz. Var. Koleksiyondan bu. Yəni bunu da istifadə edəcəyik. Nəyin üstündə deyirsinizsə Və bir videonun sonuna gəldik canlarım. Uşaqlar Kamil nasıl uydurub özünü YouTuber sanmağa çalışır. Yaxında əgər istəsəz uyduran Kamilin YouTube kanalına açar, adında uyduran Kamil olar. Ya da 3 Pro Kamil ya da 3 Pro. Ya burada telif yeməmək üçün belə şey eləyirəm. Telif yeməmək üçün. Doğru düzgün 3 Pro deyimsə 3 Pro deyirəm. Çünki hər an gəlib telif ata bilər. Nəysə. Uşaqlar hələ də ödül var. Bizim kanalımız var. Kapanışı mən yapa bilərəm. Uşaqlar bu videoluq bu qədər. Sağ olun, görüşmək üzrə. Və özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Bay bay.